Ona görə də daha çox hərbiyə daha çox belə deyək ki, üstünlük verir. Üstünlük verir, amma qış aylarıdır. O bir qədər onun irəlilənməsini də çətinləşdirir və hər iki tərəf üçün çətin olacaqdır, amma hücum edən tərəf üçün kifayət dərəcədə çətin olacaqdır. Ona görə də hərbi paltarı hər saat geyinmir də, bilirsiniz. Vəziyyət gərgin olan kimi hərbi paltar geyinir. İndi o hərbi paltarı ilə belə geyinməmiş. Doğrudan da tükətin bir tendensiya yaranıb. Bir tərəfdən ümumiyyətlə hazırda Rusiya-Ukrayna cəbhəsində vəziyyətin gərgin olduğunu şahid oluruq. Digər tərəfdən ümumiyyətlə digər Avropa ölkələri ilə də biz zaman-zaman hava məkanının pozulması istiqamətində xəbərləri də ekranlara gətirdik. Litvadan növbəti bir açıqlama var. Belarusla sərhəd bağlanmalı və ümumiyyətlə Kaliningradla da tranzit dayandırılmalıdır. Bu Rusiya tərəfini addım atmağa məcbur edən açıqlama deyilmi? Yox, Litva NATO-nun üzvüdür. Yəni ki, birdən-birə addım atmağa, yəni ki, özbaşına qərar verə bilməz. Yəni ki, birbaşa ki, Litvaya təzyiq eləsin, bu çətin məsələdir. Yenidən danışıqlar ola bilər ki, yəni ki, tranziti özünü yoxlayın, baxın ki, biz nə aparırıq ora filan. Onsuz da ora müəyyən dərəcədə dəniz yolu vasitəsilə Kaliningrad raket mərkəzidir. Rusiyanın raketlərinin ən çox saat Kaliningraddadır. Çünki Polşa birinci növbədə yaxındır, NATO ölkəsi olaraq. Ardınca-dakı bütün Avropa daha yaxın istiqamətdədir. Ona görə də həmişə Medvedev deyir də 15 dəqiqə Böyük Britaniyanı dağıdacağıq. Yəni ki, məsələ Kaliningraddan qalxan raketlər, yəni Sibirdən qalxan raketlər deyil. Ona görə də o istiqamətdə Şərq Avropa ölkələri ilə, Baltikyanı ölkələri ilə gərginlik saxlanılır. Amma ən böyük gərginlik Şəhla xanımsat Finlandiya iləndir. Yəni, faktiki olaraq 2 gündür ki, ancaq Finlandiya hədəfdədir. Çünki Finlandiyanın indiki prezidenti sərt qərarlar qəbul edir, sərhəddi bağlamaqla, imkan verməklə, heç bir belə də güzəşt göstərməməklə, tam olaraq da Ukraynanın yanında göstərir. Əvvəl Finlandiya NATO-nun üzvü deyil, indi NATO-nun üzvü olduğuna görə, yəni artıq hələ düz deyil, neytrallığı hələ ləğv olunmayıbdır, çox qəribədir. Neytrallıq da ləğv olunması, bu Rusiya ona görə də Finlandiya sərhədində ən müasir diviziyaları yerləşdirirlər. Yəni ki, Rusiya. Yəni, faktiki olaraq birdən-birə ikinci cəhbə Rusiya aşmaz. Yəni ki, fikirləşsin ki, Ukraynadan bitməmiş Litva ilə, Estoniya ilə, yaxud da Finlandiya ilə çətin məsələdir.